bizim ikinci dersimizdir. Bugün biz ərzaqların saxlanmasından yazacağıq nəzəriyyəmiz. Praktiki dərsimiz krab salatı olacaq. İnşallah yazılarımızı yazar, sonra salatımızı hazırlayaq. İndi başlayaq yazar nəzəriyyəmizi. Çünki bu məhsulların saxlanması çox vacib bir elementdir. Hər bir qismada, hər bir mətbəxdə məhsulların saxlanmasını bacarmalısınız, bilməlisiniz. Hansı temperaturlarda, harda və necə saxlanmalısınız. Xarab olmuş. Azacıq belə xarab olmuş ərzaq məhsullarından istifadə eləmək olmaz. Azacıq belə xarab olmuş məhsullardan istifadə eləmək olmaz. Məhsullardan. Məhsulların keyfiyyətinə, onların İstifadə etmək olmaz. Məhsulların keyfiyyətinə, onların saxlama şərtləri, havanın temperaturu, Onların saxlama şərtləri, havanın temperaturu, nəmliyi, təsir göstərir. Onları saxlamaq. Havanın Keyfiyyətinə. Şərtləri, yəni havanın temperaturu, nəmliyi təsir göstərir. Onları saxlamaq havanın temperaturuna. Peki asil yazmasını çalıştırırsınız. Sən də Müsaadən Onları saxlamaq. məhsulların keyfiyyətinə, onların saxlanma şərtləri, biz gec yazırsınız, sizə saxlama şərtləri, yəni havanın temperaturu, nəmliyi təsir göstərir. Sarayın xətti geçəkdir, biri yazır, biri yumru, rahat oxuya biləcəksən, götürüb yazarsan. Xatirəm, mən müəllimlərin gündəliyini yazırdım, demək. Maşallah, geçək görmək, hər şey fikir verirəmi? Elə belə biz deyil. Nəmli, təsir göstərir. Məhsul müvəqqəti saxlanıldıqda, havanın temperaturu Bir də məhsul yazılır. müvəqqəti saxlanıldıqda, yəni az saxlanır. Necə bu şeydə xalacinliklərdə üstü, marazinlik yox. Üst kamerada çox saxlamaq olur, müvəqqəti saxlayabilir. Toyuğu orada qoyucuq, üçündən sonra xarab olar. Mazinkada olmaz da. Marazinkada olar. Mənfi 2 dərəcə Selsidən, müsbət 5 dərəcə Selsiyə qədər olmalıdır. Mənfi bilirsiniz də çıx işarəsi ilə, müsbətdə bilirsiniz işarəsi ilə. Mənfi 2 dərəcədən müsbət 5 dərəcəyə qədər olmalıdır. Məhsullar soyuducularda və ya zirzəmilərdə saxlanılır. Məhsullar soyuducularda və ya zirzəmilərdə saxlanılır. Soyuducularda bir də saxlanılır. Bilmədiyim, qısaqcasınız. Saxlanılır. Soyuducular və zirzəmilər Məhsullar soyuducularda və zirzəmilərdə saxlanılır. soyuducular veya zirzəmilər
təmiz saxlanılmalıdır. Təmiz saxlanılmalıdır. Zivzəmilərdə gəmiricilərə, milçəklərə, zirzəmilərdə gəmiricilərə, milçəklərə qarşı mübarizə aparılmalıdır. Ofisdə internetimiz yoxdur. Var. Yeyinti məhsullarının keyfiyyəti aşağıdakı qaydada müəyyənləşdirilir. Yeyinti məhsullarının keyfiyyəti aşağıdakı qaydalarla müəyyənləşdirilir. Qaydalarla neyini? Qaydalarla müəyyənləşdirilir. İndi bir-bir yazacaq ki, məsəl üçün, ətin keyfiyyətini necə bilmək olar ki, bu ət təzə ətdir. Quş ətini bilmək olar ki, bu necə təzə məhsuldur, təzə kəsilmiş quşdur. Aşağıdakı qaydalarda müəyyənləşdirilmiş. Təzə ət kəsildikdən 12 saat müddətdə soyumuş ətə deyilir. 12 saatdan sonra ət köhnəlməyə başlayır. 12 saat müddətində təzə ət sayılır. Bəli. 3 saat ərzində təzə ət sayılır. Ətin üstü seliksiz, yəni selik bilirsiniz da. Seliksiz, rəngi açıq, ətin üstü seliksiz, rəngi açıq qırmızı. Danışmayın da. Nədir bu? Nəsə soru? Ay, nə olur, qoyun bir dəfə Fatih xanımdan. Hə, deməyin, təkrar eləməyin. Lazım, kimə lazımdır, məndən soruşsun. Qırmızı. Ətin üstü qırmızı. Yağının rəngi ağ və ya sarı rəngdə. Yağı ağ və ya sarı rəngdə. Qoxusu, təzə ət qoxusu. Təzə ət qoxusu gəlir. Ağ və sarı olur. Qoxusu, təzə olur. Təzə ət qoxusu gəlir. Yani aparatını yaşanmış. Kəsilmiş quş əti içalatı çıxarılmış, bütülmüş, Bunun işığı yanır mı? bütülmüş, satışa bırakılır. Təzə quş əti. Satışa bırakılır. Təzə quş əti. Təzə kəsilmiş quş əti, bütülmüş, içalatı çıxarılmış, satışa bırakılır. İçalatı çıxarılmış. Təzə kəsilmiş quş ətini, bu benim təzə kəsilmiş quş ətini, dərisi bərk,
dərisi bərk, rəngi açıq sarımtıl, səthi qaysaksız olur. Yəni ki, dərisi bərk olur. Səthi qaysaksız olur. Qəsəb alan Əsəb qavlar. xarab olmaz. Xarab olmaz. Siz su toyuq alırıq mağazinlərdə. Bütün dərisi mənə çıxırım. Altında bir də silik var. O olur, o dərinin altında olur. Olmalıdır. Hə. O təzə həyətdən də kəssən, o sevinç var. Yağ da var. Mən deyirəm ki, iynə vururlar, nədir? Vururlar, iynə vurulur, migellərə müəyyən şeylər qatılır. Tez 45 gün ərzində kilo yağımlıq çolpalar olur. Əlbəttə ki, o elə südü yetişdirilir. Ət soyucuda Yumsaqdan üzə. ət soyuducuda 2 gün saxlanılmalı, saxlanıla bilər. Ət soyuducuda 2 gün mağazinlikdə saxlaya bilərsin. Mağazinlikdə saxlaya bilərik. Mağazinlikdə ola, soyuducudan söhbət edilir, dondurucudan yox. Saxlanıla bilər. Balıq təzə, buzlu və duzlu olur. Yəni buzluqda da balıq saxlamaq olur. Təzə balıq da var, duzlu balıqlar da var. Duzlu balıq ayrıdır. Yemək üçün mətbəxdə bunlardan istifadə olunur da, balığın duzlusundan və duzlusundan. Duzlu və Təzə balıq. Bax, təzə balıq alanda bunlara diqqət edin. Təzə balıq bərk və sericisiz, yəni sürücüdə seric olmamalı. Serisiz. təzə balıq, buzlu və Pulcuqları bərk. təzə balıq, buzlu Və dondurulmuş olur. və bərk seriksiz. Mənim anam balıq alanda, indi Təzə balıq səhvdə qolağına o qırmızı deyilsə, onu almır. Sizə onu da deyin də, neyinirlər? Qan vururlar. Bəli, rənc vururlar. Mən hamısı razı bilir. Əlini Əlini vuran kimi bilir. Deməli, balıq bərkdirsə, balığın gözləri şəffafdırsa təzədir. Yox, gözləri şəffaf bulanıbsa, ucu balıq köynər. Pullar tökülürsə, pulcuqları bərk olur. Amma eləsə ki, Xoşa gəlməz, iyi olmur. Təzə balıqlar xoşa gəlməz, iyi olmur. İndi göl balıqlarında xoşa gəlməz iyi var. Göl balıqları da var, bir də balıq da var. Bakalım. Yox, satır, zalın balığı, təzə tuturlar, onda iyi var. Zalım özünü iyi verir. Kızlar, bugün biz krak salat eləyəcəyik. Gördüyünüz bu məhsullardan xiyar, düyü, yumurta, qarğıdalı, toyuq filesi və mayonez qarışımı. Zövqə görə cüyəsini vurmaq da olar, vurmamaq da. Cüyəsimiz də var. Zövqdən asılıdır. Zövqdən asılıdır. Kim əgər cəfəri xoşlamırsa, ola bilər ki, onu işlətməsin. İndi başlayırıq işimizə. Sən əti tikələr. Yumurtaları doğrayacağım. Doğrayacağım. Birini mən doğrayacağım, sonra verəcəm. Kim əlcək işlətsin. Hamı əlcək taxmağa ehtiyac yoxdur. Xiyarı ala soyuruq. Salat veriyoruz.
Bəli. Bütün salatlar eləyir. Kırmızı mı? Sen hangi kırmızı? Evet. Tamam. Krab salata. Krab salatı mən ilk dəfə də eşitdim. Heç görməmişdim. Bəli, bu krab salatı krab çubuqları ilə olur. Sadəcə biz onu yox, krabın çubuqları ilə, əti ilə hazırlanır. Sadəcə biz bunu toyuq əti ilə əvəz eləmişik. Krabın əti yox, Krabın ətini içmək xoşlanmır. biz hamı yemir deyə. Krabın karak, uzun belə palçıqalardır. Belə uzun belə palçıqalardır. Rozun xəttlər də var üstündə. Birini göstərəcəm, sonra verəcəm istəyəcəm. Sadəcə doğramaqdır, öyle bir kəsin bir şeydir. Asan bir şeydir. Asan bir şeydir. Hamısı küçük-küçük doğrayacaq da, hə? Xırda-xırda da kubik. Kubikliyəcəm. Kubik-kubikdə. Bəli. Sizdən sağlayırsın. Sağ olsun, mən baxar. Siz də yeyin, nuş eləyin. Gözəl-gözəl yeməklər hazırlayın. İstəsəniz gələcəkdə gözəl bir aşpaz ola bilərsiniz. Hər biriniz. Allah sizə də can sağlayır. Çünki gözəl bir əşya Nuşuna sana bir iri qab varsa verin. Salatın şeylərini yığmağa iri qab varsa verin. Plasmas qabımız var idi. Torba koydum. Harada qarışdıraq bunu. Plasmas qab var idi. Bir porsiyada, bax, krab salatı üçün bir porsiyada 200 qram düyü, 200 qram düyü. 200 qram düyü, yumru düyü. Yumru düyü bişirilir. Biraz alaçı surətdə bişirilir. 4-5 yumurta, yumurtanın böyüklüyünə baxır. İri yumurtalar olsa 4, yumurta 70 qramlıq yumurtalar var, 50 qramlıq yumurtalar. 5 yumurta, xiyarların da böyük, kiçiyi, bunlar çox orta xiyarlardır deyə mən üçünü istifadə elədim. Bandiyenin bu böyük bankasıdır. Bunu da vurmaq olar, bundan biraz balaca. 370 gram. 370, 200 qramlığı daha yaxşı olardı. 200 qramlığı. 200 qramlığı. Bəli. Mayonez zövqə görə ətdir 200-300 qram toyuq əti olmalıdır. Mayonez zövqə görə məsəl üçün normal qarışdırmaq üçün az da vurmaq olar. Biraz çox vuranda daha dadlı, daha yumuşaq, daha puşisti olur. Daha zərif olmaq üçün biraz mayonezini bol eləyirik. Duzu, istiyotu. Mən bu yumurtanı, bir yumurtanı doğradım. Şimdi verəcəm qızlara. Onlar da doğrasınlar. Sonra xiyar. Xiyar da yenə həmçinin dilimlərə bölünür. Ortasını çıxardır. Ortasını çıxardırsın. Bəli, ortasının yumuşaq su qoyan hissəsini çıxardırır. Pomidorda nəfər çıxardırsın bunda belə. Mən də xoşlanmıram. Anam bir saxla. Alüminyum salatında, paytaq salatında çıxardıram. Mama bir saxla, deyirəm yoxsa saxla. Mənim ona duzlu xiyar vurmaq olmur da, hə? Yox, buna
buna təzə xiyar. Təzə. Buna təzə xiyardır. Duzlu xiyar şeydə işlənilir. Olivye salatında da, paytaxt salatında işlənir. Qarışlı Azərbaycanda paytaxtdır. Əslində paytaxt salatının adı olivyedir. Olivye adında bir dənə afsant olur. Rusya. Bəli, o deməli servis eləyəndə servisi dağıdır əlində, qarışır. O qarışır, o tez onu toparlayır, salat şəklində ortaya aparır. Yiyirlərimizi dadlıdır və həmin salatın adı olivye salatı qalır. Əslində qarışmış. O salatı mən eləyə bilirəm. Təsadüfdən doğulan salat. Bəli, O salatı mən eləyə bilirəm, istansiyası. bunun adı əsmid salatı olar. Bunun adı var, krab salatı. Biz əsmid də düzəldə bilərik. Mən onsuz da özümün fantaziyalarından bir şeylər Yazma eləyirəm. olardı, xiyarın qabağına, petruşkanın azlarına, əsmik yazma olardı. İndi mən xiyarın qabığı ilə, silvurlu xiyarla dizayn eləyəcəm. Gül kimi qoymaq olar. Ümumiyyətlə, mən xiyarı sevirəm, hər şeydən sonra. Mən kuklaya girəndə mənim atam verirlər. Ay valla bir səf almaq kimidir kukladan sonra Maşallah. Xoş görəm. Nə Heç var? kimin də işini bəyənməm. Yemək satın yeməyi Səhər onu da əlinə saçmalıyım. Bir də salat ısınardı. Keçin də Əlim olmasa satacağım. bilin tərcümə elədim. Salatlardır, hamısını bacardım. Şinyatlardan da bacardım. Ümumiyyətlə məhsulları, qızlar, məhsulları doğrayır, hamısını ayrı-ayrı qablarda, soyuducuda saxlaya bilərsiniz. İstədiyiniz zaman ayrı-ayrı, mütləq ayrı-ayrı. İstədiyiniz zaman onları qarışdırıb, salat eləyə bilərsiniz. Restoranlarda salat düzəldənlər demək olar ki, həmin sistemdir. Çünki kimsə gəlir zakaz verir ki, mənə filan salat lazımdır. Onlar açıqları doğranmış məhsullardan qarışdırır. Qarışdırır və salat hazırlayır. Çünki hazır salatın saxlama müddəti çox deyil. Hazır salata duz vuruldu, üstə vuruldu, mayonez vuruldusa, onun saxlama müddəti uzaq başı bir gündür, 24 saat. Ondan artıq saxlayanda orada ingredientlər qarışır, orada zəhərlənmələr ola bilər. İndi sizə Hacer'dan yazdıracağım mən. Dünya mətbəxində və ümumiyyətlə dünyaya aiddir. O Azərbaycanca da açılışını yazmışam. Yoxlama sistemi var. Nəzarət sistemi var. O nəzarət sistemində ingredientlərin təzəliyi, köhnəliyi, məsəl üçün bir restoranda zəhərlənmələr oldu. Onun kim yoxlayır? Nədən bilinir? Təsdiq olunmaq. Deməli, uşaqlar, mən doğradım. İndi siz orada şeyləri də doğruyun. Sən onu didişdirdin. Mən ümumiyyətlə onu didişdirmirəm. Mən onu doğrayanda xoşuma gəlir, amma ev yoxdur, didişdirmək olur. Saxlanın, vermədən. İndi siz şey deyil, siz doğrayın, mən siz yapayım. Deyəm bir şey. Deyir, doğru, xiyarla doğrayacaqsınız. Xiyar doğradım. Bu da bir dənədir, bu da bir dənədir. Ona görə vermədim onlara. Yəni, gələn dərs nə eləyərik? Gələndə siz xırtıqlı badımcan eləyək. Xırtıqlı badımcan. Həzır badımcan salatı. Bizim kişi patlıcanı gəlir, almır. Siz salat kişi yeməyi deyil. Yox, salat yox, ümumiyyətlə patlıcanın o boyu adı gələndə sürüşdürür. Salam bir alma. Ona əlimə dolaşacaq, kəsiləcək. Mən barmağımı görməyəcəm, barmağımı kəsərlərəm. Şəffaflar var, oturduğun yerə. Hada oturan deyirəm, laf şəffaf olmazsa bu böyle kişilərdir əllər üçün. Mən əlim iri də, mən 20 razı üzük. İndi sən dostunla düşünəndə tanımırsan, biri balacadır, biri böyükdür. Üstündən qalamazsın. Onda elə deyir də, biri böyük, biri balaca olanda elə deyir. Sarıları çıxartın, sarıları əlavə edəyək.
hazırlayırıq. Deməli, xiyar, yumurtalar, göyərtimiz, düyümüz. Bu düyüdür müəllim. Bəli, bu yumru düyüdür. Yumru düyünü pişiririk. Pişirmişdi yoxsa çiğdi? Pişiririk. Burada indi vaxt itkisi olar deyə bunu əvvəlcədən pişirmişik. Toyuğun döşətini, düyünü. Açırıq bunu biraz, yaxşı. Lekin olmaz. Bəli. Bilirəm müəllim mən. Hə, ətimizi atırıq. Və qarğıdalımızı atırıq. Çox olmasın, atırıq. Qalsın xarab olacaq. Hə. Tuzumuzu vururuq. Neden çok düşünüyorum? Əlimə tökürəm, çox olmasın. Dəstəyi biraz sürgüncə olmuş. Və axırda mayonezimiz. Qarşımda istəyirsin ondan qarşı. Bu mən bir qədər qarışdırım, götürüm. Sonra da inşallah sizin öhdənizə buraxacağım. Deyəcəm, bu məhsullar, bu da sən. İndi işdə mən baxım. Hə, bəli. Orada ne var? Götür. Bu məhsulların hamısını ayrı-ayrıca pişiririk. Və saxlama qaydalarını bilirsiniz ki, bunlar soyuducuda saxlanılmalıdır ya da həmən gün pişirilib işlənməlidir. Çox saxlama olmaz. Düyü də xarab olur. Yumurtalar da xarab olur. Bir tane təmiz boşqat verərsin, dilənə dursa verərsin. Sərdən baxın. Baxar. Dadına baxın. Dadına baxın, tuzuna baxın. Sonra... Başqa bazı verdi və qaşıqla benim dadına baxın, gelin tuzunu izlədim. Həməlik tuzu məncə azdır. Siz yazılmışdır. Biraz olmuşdur. Biraz. Bir kaşık, bir kaşık, müşahede de kaşık, kaşık ya da bir kare. Baxın, bu qədər mayonez kifayətdir. Sadəcə çox zərif eləmək üçün artıq da eləmək olar ki, salat daha zərif olsun. Baxın, görürsünüz, çox qarışanda daha zərif olur salat. Bir var belə, bir də var belə. Yəni belə də olar, zövqə görə. Adamlar çox mayonez xoşlamır. Amma daha zərif. Siyoti xoşlamır. Bəzən usta eləyir salat, belə qaz edir, amma balı verir. Biz anlayırıq, ben vermişmiş balıydı ama şeydə, tamaksız falan. Yağlayacağım. Onunla da Sevilmiş ət. Yok. Konservleşmişti belə. Ət. Balık. Ton balığı. Kasır. Yox. Bu balıq, ton balığı ilə salat başqadır. Yani bir yumuş Yani koymalı. onunla bilemek olan. Olmaz. Hə? Olmaz. Ton balığı yox, buna olmaz. Ton balığının özünün çaxı ilə salan xüsusi salatı var. Hə. Hə. Amma ümumiyyətlə balıqla, duzlu balıqla şuba var.
Hə, kızlar, bunları düzürük. Buna dizayn veririk. Bakın, çipsimiz yoxdur. Bir dənə xiyarla da dizayn vermək olar. Qapılaqlıdır. Gel, bana bir sözü Qabın içine Əlim alır. çörəyə baxırın yeyin. Tarsın koyarım. Haydi atın. Ay bak, çörəyə baxırın yeyin. Yiyeyim ben. Ne bir aşırı Çekmişti. Aynen. indi. Ay ben çok bana oldu. Evet. Her şey verirsin. Fazla sabırlı olmak. Ha. Bu da ben de böyle yiyecektim. Kamera. Bugün biz krab salatı hazırladık. Buyurun. Nasıl olsun? Günah mən çəkdim. Amma bayaq çəkir, Bir dənə bu günah mən çəkdim.